Kuba sen dağların koynunda birinci, güzelliğin dillerde yurdumun sevinci. Alma bağlarınla meşhursan her yanda, adın gurur kimi yaşayır her insanda. Seherler güneşin zirvelerden doğar, küleylerin meşelerde nəğmələr oxuyar. Çayların axdıqca həyat canlanır, Kuba sevgisi ürəklərdə yaşanır. Kuba, Kuba, gözəl diyarım mənim, sənə bağlıdır ən saf arzularım mənim. Dağların ucalır buludlara sarı, sen oldun yurdumun en güzel baharı. Yaşıl meşelerin, güzel yaylaqların sevinç bəxşedir her zaman insanlara. Qoynunda büyür arzular, diləklər, sənə vurğundur neçə-neçə ürəklər. Ey doğma Kuba, qürur mənbəyimiz, səninlə yüksəlir hər zaman səsimiz. Nəsillər boyunca yaşayacaq adım, parlaq olsun həmişə gözəl sabahın. Kuba, Kuba, Azərbaycanın incisi, sən oldun ellərin ən gözəl nəğməsi. Ürəklərdə yaşayır müqəddəs adın. Hər birinizi Kubada salamlayıram, xoş gəlmisiniz. Bugün sizi yığıb gətirməkdə məqsədimiz odur ki, biz sizin bir xoş istirahətinizi təşkil edək. Bizdən razı olsanız o bizim üçün çox xoş olar. Deməli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Ahıllara və Tənalara Dəstək İctimai Birliyinin birlikdə olduğu bir tədbirdir. Milli mənəvi dəyərlərimizdir. Yəni, yüksək mənəvi dəyərlərimizi təbliğ edirik. Keçən dəfə tədbirimizdən Ayla xanım siz də çıxış elədiniz orada. Yəni, vətənpərvərlikdir, ailə dəyərlərimizdir. Bunlar bizim hamısı dəyərimizdir da. Biz bunları gənclərimizə göstərmək istəyirik ki,
yani bizim geçmişimizi, değerimizi unutmuyor. Ne kadar ki Avrupa'ya integrasiya etsək, başqa bir ölkələrdən nəyəsə götürsək də yenə özümüzün dəyərlərimizi unutmuyor. Bax, məqsədimiz budur. İndi gətirmişik, keçək çayımızı içək, istirahət etmək, yemək yeyərik. Ondan sonra da Narif xanım, siz də bir-iki kəlmə danışarsınız. Əgər indi danışmaq istəyirsinizsə... Valla sizin çok güzel teşekkür ederim. Ben almışım. Çok sağ olun. Değerlerimizdir, aile değerlerimizdir. Siz özünüz bilirsiniz de keçən dəfə də iştirak eləmişsiniz. Şimdi xahiş edirəm, yenə də məsləhətinizi bizdən əsirgəməyin. Aile değerleri bence bize çok lazımlı bir şeydi. Ve ben bugünkü teşebbüsü barəsində danışmakta çok güzel teşebbüsdür ki, bizləri bir araya yığmaq, belə deyim də, bizləri bizdən oğurlamaq, belə deyim mən. Hər bir şeyin o pis tərəfi olanda bu yaxşı tərəfində oğurlamaq, yaxşı mənada deyirəm, sözün əsl, yaxşı mənası deyirəm. Vallahi gündəlik qayğılar, bizim de yaşımız o yaşdakı evdən bayra çıxmaq istəmirik, evə qapanıb otururuq, bu özü doğrudan da çok gözəl bir işdir ki, bizləri bir günlük olsa həmən o şəhərin o keçli köylü yerindən ayırıb bu cür səfalı bir yeri götürüb gəlmək özü çox gözəl bir işdir. Kimlərin yardımına, yəni dövlətin yardımlarında bəli, çox təşəkkür edirəm, çox sağ olsunlar ki, bizlərin qayğısına qalırlar. Teşekkür. Çok sağ olun. Sağ olun. Başka kiminse sözü varsa danışabilir daha, buyurun. Yani bir daha adınızı çəkmirəm. Bəli. Maysa xanım, nəsə demək istəyirsə, dəyərlərimizdən danışacaq. Mən də hər birinizi salamlayıram. Həqiqətən şəhidlərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə bu tədbiri təşkil edirlərsə biz təşəkkürümüzü bildiririk. Doğrudan da ailə dəyərləri, milli mənəvi dəyərləri hər şeydən öndə olmalıdır. Biz bunu həmişə gənclərə təbliğ edirik. Gənclərə örnek olmalıyıq ki, onlara ailə dəyərlərinin haqqında anlayışlar olsun. Bəs xanım sizə çox təşəkkür edirik. Başda Risalə xanım vasitəsilə ona təşəkkür edirik. Bu dəstəyi göstərən, bizi bu araya yığan, siz də hər kəs gəlib, bu dəqiqə ən qiymətli şey vaxt zamanıdır. Bu zamanınızı, vaxtınızı ayrı burada iştirak elədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Var olun, həmişə bir yerdə Təşəkkür edirik. Çox sağ olun. Kimsə danışmaq istəyirsə danışabilir. Gelini bir gelsin ya bir şey. Aslına bakalım. Tabii buralarda saksalar ama. Bu boyda menini gözləsənə. Bunlar bir dəfə bu hələ vaxt balacıydı, 3 yaşında bazısı. Bu kebab verir və biri çıxsın. Hələ əlavə. Yəni onu değişdir gətirir. Bunu bir də daha yeni minlər. Uşaq bənimiz olsun. O zaman doldu. Şahzadeyi tanıyasın. Şahzade bizim gəlindir. Kimdən xalar? Bu qədər geçdi. Mehman mənim. Çətdə. Mehman əlində. Yox. Mehman belə yox. Necə gedirsən? Mehman əlində bir şey var, anan elə. Bu kıyafam 4 tane koyardım. Tekrar şöyle. Mənim üçün işdir da, sizin üçün gəzməkdir, mənim üçün işdir. Oğlan bu Böyle kızı da çaldı, gəzməkdir. Nican sen hara, indi sen aktaracağım. Otur bir dakika. Nican.
Bizim çeker. Asya'nın anası. Atanın da bu canısı. Ben doğum okuyorum. Biz resmimize koymuş. Bu sanırım. Bir daha var. Hadi bir Restoranlarda da verirler. Bir de getirirler, qatırlar. Mən mütləq götürürüm, gülürlər. Bir də mayamız kartofla tutur. Bir kartof beğenmiyor. Bir de onunla. Yerler alalım. Ay şöyle koy. 70'di. Geçen yıl. Verin buradan da. Ne bu yani? Çek onun sonu. Ne için? Koymayacak var alalım. Çay sizi versen. Bilirsin arasın. Mayraxam hansı soğukdan içəsiz? Tamam. Amma anlardı. Karanlık olan da çay. Bunlar arasında Gəzintimizdə belə süfrə də açmışıq. Bu bizim özümüzün də adətimizdir. Evimizə gələn qonağı necə qarşılayırıq? Gözəl yeməklərimizlə, gözəl qarşılamaqla. Bu elə bir ki, bir növ bu da bizim mədəniyyətimizdir. Bunu gətirmişik ki, yəni siz elə istirahət edəsiniz, həm də elə görəsiniz ki, biz Azərbaycanlıların adət-ənənəsi necə qəşəngdir da yəni. Teşekkür edeyim. Xoş olsun hər gün. Teşekkür edeyim. Çok sağ olun. Bir söz demək istəmirsiniz? İki kəlmə. Hər birinizə xoş gördük. İlk növbədə qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə və Əhalilərə və Tənhalar Dəstək İctimai Birliyinə, bu gözəl layihənin yaradıcılarına, əməyi keçən hər kəsə təşəkkür edirik. Bugün həqiqətən bizim üçün çox xoşdur. Belə bir kollektivlə həm çox maraqlı bir yol səfərimiz oldu, gəzintimiz oldu. Azərbaycanın regionlarının hər biri bir-birindən gözəldir və hər dəfə bu layihə çərçivəsində biz həm regionlarımızı yaxından tanıyırıq, həm də hər dəfə fərqli insanlarla ünsiyyətdə oluruq, fərqli maraqlı ünsiyyətimiz olur. Burada bizim nənələr, analar, çox maraqlı bir kollektiv var. Burada nənə, nəvə, nənə gəlin, bacılar, istedadlı uşaqlar, gənclər, bəli və inşallah nahar fasiləsindən sonra da maraqlı gəzintimiz, maraqlı diskusiyamız olacaq. Fəriz xanım, çox sağ olun. Siz sağ olun. Xoş gəldiniz. Qubuya. Qubuya. Yeməğinizi yemiş olsun herkese. Çünkü el işi.
Kodu yazdı. Şöyle havasından dolayı Uzandı. Öbürü Köpen geliyor, köpen geliyor. Kızım o çekil ifade etsen neydi ya? Niye ifade etsen? Koy çay süsü. Yok, maaşım var. Geç bak oğluma yok burada. Şeyin ayağı su İndi senden bekliyorum. Hem de oradan uzakta. Biraz düş maytama çok. Hem de istirahat merkezine reklam ediyor. Ondan ben gedib koyuram. Çakara. Suyu. Getmə. İşte deyən ki, yerlənməyə də təşkil edirlər. İki dənə çay qırağına, bir dəfə buranın yanında. Kim düşür da görüyor, düşür. Niye bileyim çayı? Yem biri qırağında gəlsin. Uşaqlar özlərində götürüyor. Ben de o tarafta çekim var. Birbirler hamısı. Ben buradan ararsın. O zaman geleceğim. Ben çağır düşünürüm. Ben bayağı. Hadi gidiyorsun. Hoşuma geldi.
Neden? Oğlum buralarda indirip gelecek. Günel, Gözünü kaliteli silendi. Günel haklısın sen. Salih Hanım'ı çek. Hanım Yapma. Ya o açılır atıyor. Bu təsadüf açırlar, ha? Yok, intikam atıyor. He, peki ona göre dedim. Qorxunc açır. Çıktım yukarı. Lazım deyil, yox, üstündən hər dediyinə baxmıyor. Sizə mən özüm üzərlərini, xəngə. Sən gələ, soluna sağ. Bax, səyləri gələ. Uşulanın canı hansı vaxt istəsən Gədəbəyə. Hasan gəlsin Gədəbə. Mən baxırsan o sizin bağınızda. Mən Siz orada haçan evli adamım. Evli anamın var, qaynanamın. Biz ona dedik, tarihte gedəcəyik, hə, bir şey qaldı. Oraya adam gelir. Bunlar için ne şey yaptık? Tamam, hə. Yavrular çıktı. Bu şeye koyun. Boş dayanma. Çeksin. Var düşmese böyle. Ha gördün.
Serdin eldekileri var. Onlar da geri gelir. Geçen tane Kolumu yazdım da kolumu çektim. Uşaqlar da yazdı. Uşaqlar da yazarsın sen bir dənə. Öz nömrənizi istərsəniz yazarsınız. Yox yazma. Neyinirsə, nə tər oldu? Heyvandır. Yarasın çok şeydi ama Maşallah insan olmalı. Yandı söndü, yandı. Yasaklı çayına değil mi? Yok. Bizde değil. Aydınlık çıkardı. Neydi ki? Portre. Gelin. 2019'da olmuştu neydi? Korona virüsü. Korona. Gül açlaya bahar oldu. Gül açlaya bahar oldu. Yar məndən kənar oldu. Yar məndən kənar oldu. Mən yardan ayrılmazdım. Mən yardan ayrılmazdım. Yüreğim kenar oldu. Yüreğim kenar oldu yar. Gülüm nazine nazine bakma. Gülüm nazine nazine bakma. Beni yandırır yakma. Beni yandırır yakma. Gülüm nazine nazine bakma aman. Gülüm nazine nazine bakma. Beni yandırır yakma. Beni yandırır yakma. Beni yandırır yakma. Beni yandırıp yakma ya. O şenlikten bu şenlikten şirin şirin dil benimdir. Şirin şirin dil benimdir, benimdir. O şenlikten bu şenlikten şirin şirin dil benimdir. Şirin şirin dil benimdir, benimdir. Ötme baykuş temelde temelliden temelliden. Ben bülbülem gül benimdir, gül benimdir, gül benim. Ben bülbülem gül benimdir, gül benimdir. Ey etme baykuş temelde temelliden temelliden. Ben bülbülem gül benimdir,
Oy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim göz diyarımdan Yol bəhrər ulan düzüm, el düzü, şırvan düzü Gəl düşən Azərbaycan Hər günlər şəfalıdır, göy gözlər səfalıdır Hər yanı gülşən Azərbaycan El kızlar düzüm gül qırağında Gül açır gəncəmizin hər budağında Dost elləri Qarabağın darbu qarlıdır En çölləri bu torpağın başbaharlıdır Ol bəhrət ulan düzüm, gül düzü, şırvan düzü Gəl düşən Azərbaycan Hər günlər vəfalıdır, göy gözlər səfalıdır Hər yanı gülşən Azərbaycan Hər damlası layla çalan göy xəzərim var Hər uzun nəğməm olan bir şəhərim var Keçdim yenə çiçək hər mahalımdan Öz yurdunun doymaz ürək yüzlü sağından Ol bəhrər bunlar düzüm, gel düzü, şırvan düzüm Gəl düşən Azərbaycan Hər günlər vəfalıdır, göy gözlər səfalıdır Hər yanı gülşən Azərbaycan Hər yanı gülşən Azərbaycan
Sağ ol.